Ə, Məsələn, tutaq ki, nəsə çəkmisiniz qurbetonla. Çəkəndə, məsələn, qurbetonla və pentonla nəsə çəkirsinizsə, burada fil burdadır. Hı. Filinizi bağlayırsınız, strokdan çəkirsiniz. Rahat bir şey məsələn çəkdiniz və o stroku buradan verirsiniz və burada strok var. Bunun üstünə iki dəfə basırsınız, strok pəncərəsi açılır. Strok pəncərəsi açılan kimi rəngi verir. Sadəcə rəngin görsənməsi üçün yuxarıdan ya da proportal hissəsindən o stroku qalınlaşdırır. Qalınlaşdıranda artıq strokun qırağı görsənir. Sonra da iç rəng vermək istəyəndə iç rəngi verirsiniz. Və Hı. stroku da görsənir. Gördünüz? Bəli. Yəni element seçilməlidir. Məsəl üçün, seçmədiyim təqdirdə qəlib rəng versəm, verməyəcək. Image Selection tool'la bunu seçib, sonra istədiyim kimi də strokun rəngini dəyişdirə də bilirəm. Buradakı kimi. Sadəcə stroku biraz qalınlaşdırın ki, görəsiniz də, yəni. Məsələn, birdə olanda görürsüz, görsənmir, yəni. Burada da əslində göy rəng çox nazikdir. Amma seçib stroku biraz qalınlaşdıranda, hə, rəng daha yaxşı görsənmiş olur. Yəni məsələ bəlkə ola bilər vermisiniz, görsənməmiş ola bilər, strok az olmuş ola bilər xəttinizə görə. Belə məsələlər ola bilər. Bildin? Rahatdır yəni. Yenə prova eləyəcəm. Tamam. Başqa bir çətinliyiniz olub? Yox, çətinlik düşürdüm, özüm tapırdım, axtarırdım, düzəldirdim. Hə, super. Bu video rahat idi, videoda bir problem çıxmırdı. Yox, yaxşıdır. Ha, əla. İndi isə bu gün sizə qradienti başa salacağam. Qradientin növləri, qradientlər. Ümumiyyətlə birincisi qradient nədir? Neyse, adi bir qaydada biz qradient yazdığımız zaman burada da məlumat çıxmış olur. Qradient indi burada var bu tipli metod tipli qradientlər də işləmək var. Bunun üsulu ayrıdır. Mesh tool-la falan işlənilir. Onu da göstərəcəm sizə. Qradientin ümumiyyətlə 3 növü var. Amma 4 tərzdə hazırlanılır. 3 növü hansılardır? Birinci nəzərə olar deyim sizə. Liner gradient birinci növ. Liner gradient. Yəni diaqonal şəkildə işlənilən qradiyent. Qradiyent iki və daha çox rəngdən ibarət olur. Yəni bir tək rəng verəndə tək backgroundlu rəng sayılmış olur. Amma iki və daha çox rəng verəndə artıq o qradiyent sayılır və onun növləri var. Bu linerdir. Yəni diaqonal şəkildə verilən rənglər bucaqları dəyişdirilərək iki və daha çox rəng verilmiş olur. Buradakı kimi qarışımından, rəng qarışımından line qradiyent alınır, amma diaqonal şəkildə işlənilir bu qradiyentlər. İkinci növ var, radial qradiyent. Radial qradiyent isə mərkəzdən verilir. Mərkəzdən qıraqlara qədər rəng yayılır və yaxud da ki, tərsinə olur. Qıraqlardan mərkəzə doğru rəng yayılır. Yəni sadəcə mərkəzdən görsənmiş olur. Bu radial adlanır. Radial qradiyent sayılmış olur. Üçüncü növ qradiyent isə freeform qradiyentdir və yaxud da ki, hologram deyirlər ona. Freeform qradiyent isə budur. Bu tipli rənglər freeform qradiyent sayılır. Yəni biraz işıqla rəngin qarışımından yaranmış olur. Burada yəni rənglər biraz fiqura da bənzədilməyə çalışır və bulurlu biraz şəkildə olmuş olur bu freeform qradiyent. Bu üçüncü növdür. Dördüncü isə sonranı göstərəcəm sizə. Texniki olaraq amma işləmək necədir? Adi bir şəkildə tək rəngi verəndə necə? İndi burada bağlayırıq biz stroku. Stroku bir dəfə seçirik. Bunu anlamaq lazımdır ki, bax, bu hissə stroklu sayılır. Bunun üstündə bir dəfə keçid edəndə artıq bu funksiyanın üstündə işləməyə başlayırsınız. Yəni bu qırmızı düyməyə basanda strokunuz bağlanır. Bir dəfə klikləyib bura, o deməkdir ki, iç rəngdən artıq işləmiş olacaq. Və rectangle toolumu götürüb seçəndə yəni adi bir şəkildə fiquru səhifə boyunca çəkmiş oluram. Bu sayıldı tək rəng. Gəlirəm selection toolu seçirəm və burada tək rəngin yanında, color hissəsinin yanında ortada və burada gradient var. Görürsüz, gradient yazılıb belə. Bunun üzərində bir dəfə klikləyirəm.
Gradient düşmüş olur və avtomatik olaraq gradientin pəncərəsi, interfeysi açılmış olur. Və həmin sadaladığım üç növ də buradadır. Liner, radial və freeform gradient. Bu birincisi liner gradientdir. Bunu seçdiyim zaman burada artıq onun funksiyaları var. Burada iki interfeysinə rəngi dəyişdirmək var. Bəs bu rənglər necə dəyişdirilir? Məsələn, ağ hissə buradadırsa, background'un bu hissəsini düşmüş olur. Qara hissə də ki, buradadır. Bu, məsələn, ağı dəyişmək istəyirəmsə, bu ağın üstünə 2 dəfə klikləyirəm. Belə bir pəncərəmiz açılır. Bu pəncərədə 3 düyməmiz var. Bu 3 düyməyə kliklədiyim zaman digər interfeyslər açılır. Burada Grayscale var. Grayscale hissəsində bu ancaq ağ-qara ilə işləmək üçündür. Bunu kliklədiyim zaman mouse'u da bu rənglərin üstünə gətirəndə pipetka yaranır. Buradan rəngləri belə seçə bilirəm. Amma bu ağ-qara ilə işləmək üçündür. İndi bu isə ağ-qara ilə işləmək üçündür. Bu üç düyməyə basıram, gəlirəm buradan RGB seçirəm. RGB artıq rəng qarışımından ibarətdir. Mouse'u gətirib pipetkalar yarandığı zaman klikləyirəm bu rəng hissələrini və rənglər dəyişməyə başlayır. Buradakı kimi, göründüyü kimi. Və rəng seçib, sonra o rəngin RGB hissələrini oynaya bilirəm. Burada məsələn, rəng tonlarını artıq dəyişə bilirəm. Buradan G ilə rəngləri dəyişə bilirəm. G ilə rənglər dəyişəndə red hissəsində də rənglər dəyişir. Oradan da rəngləri tutmağa çalışıram. Blue hissəsində də rənglər dəyişdikcə RG rəngləri də dəyişir və buradan da rəng tonlarını tutmağa başlayıram. Burada var HSB. Məsələn, HSB çox rahatdır işləmək üçün. Niyə? Məsələn, RGB-də rəng qarışıqdır. Rəngləri biraz çətin tutmaq olur. Yəni 2 saat oynadırsan, blue rəngi dəyişməlidir. Oradan sonra istədiyin rəngi tapmalısan. Təzədən R-ə qalırsan, oradan rəngi seçirsən. Baxırsan da burada rənglər hansıdır və bu şkala oynadaraq həmin rəngin üstünə qoymuş olursan. Amma 3 düyməyə basıb HSB-ni seçdiyim zaman burada interfeys daha rahatdır. Niyə? H hissəsində istədiyim rəngi seçirəm. Burada rənglər müxtəlifdir. Rəngi seçirəm. Sonra isə SB ilə o rəngin tonunu oynadıram. Yəni, məsəl üçün bu tak seçdim mor rəngi. Morun solğun, tünd rəngini burada oynada bilirəm. Buradan solğun seçdim. Buradan da yəni tünd və orta rənglərlə oynada bilirəm. Yəni, buradan seçdiyim rəngin SB-sində onun tonunu oynada bilirəm. Burası ona görə rahatdır. Yəni, HSB ilə daha rahat işləmək olur. Burada isə rəng kodu düşmüş olur. Buradan da istəsəz pipetka ilə rəngləri seçə bilərsiniz. Sonra da gəlib onun tonunu oynada bilərsiniz. SB ilə burada artıq tonunu oynatmış olursunuz. Digər hissədə artıq eyni şeydir. Sadəcə texniki olaraq vəziyyət nə dəyişir? Çapa uyğun işin proseduru var. Məsəl üçün SMYK çapa uyğundur. Artıq buradan SMYK seçəndə çapa gedən işləriniz üçün olan rəngləri oynatmış olursunuz. Rəng baxımından o köməklik göstərmiş olur ki, tonunu yəni SMYK çapa uyğun. Amma qalan interfeys yəni də eyni şəkildə işləmiş olur. Rəngi buradan seçməyiniz pipetka ilə, buradan rəngi tutuzdurmağınız. Rənglər eyni olur. Sadəcə çapa uyğun olan rənglər olur. WebSave RGB isə yenə də eyni interfeysi, rəngləri buradan seçməyiniz və sonra rəngləri buradan oynatmağınız bu hissələri ilə. Burada da rəqamını göstərir. Amma WebSave RGB nədir? Website üçün hazırladığınız rənglərdir. Yəni, məsələn, biz keçəcəyik web bannerləri keçəcəyik. Web bannerləri hazırladığımız zaman biz WebSave RGB-dən istifadə eləməyimiz lazımdır ki, rəng tonları website-a uyğun olsun, digitala uyğun olsun. Bunun üçün yəni. Amma qalan interfeys eynidir. Burada bizim swatch hissəmiz var. Hazır rənglər var. Bunlar hazır rənglərdir. Şablon kimi veriblər. Buradan hazır rənglər seçmək olur. Bu isə pipetkadır. İnternetdən hansı bir şəkil götürürük. Məsələn, deyək ki, bu şəkili götürdük. Kopyaladım bunu. Gəldim illüstratora. Ctrl-V elədim. Şəkil düşdü bura. Baxın, itib indi. Məsələn, gəlib indi bunu işləyə bilmirəm. Ona görə Selection tool-la background-u seçməliyəm. Təzədən interfeys açılır.
Gradient itdiyi zaman window bölməsindən tapırsınız qradiyenti. Qradiyent açıqdırsa, burada quş qoyulmuş olur. İtirdiyiniz hər bir şey Windows bölməsindən tapmağınız mümkündür. İndi seçirəm, yəni bax bir dənə düymə basanda rəng açılmır. Amma iki dəfə bastığım zaman interfeysim açılır. Pipetka nə üçündür? Pipetkanı seçdim. Məsələn, bu background üstünə məsələn sarını istəyirəm. Bir dənə klikləyirəm, sarı ton düşür bura. Yəni istədiyiniz bir real fotodan, hər hansısa bir illüstrasiyadan rəngin tonunu götürmək üçündür pipetka. Adicə burada da işləyir bu pipetka. Bu daha çox backgroundlar üçündür. Bunu silirəm. Təzədən baxım. İndi gəl burada işləsəm, bu rəng düşməyəcək bura. Baxın. Aslanım onu şəkildə var. Dəyişirəm. Görürsünüz? Burada dəyişib. Burada amma dəyişmir. Niyə? Çünki background-u seçməmişəm. İllüstrator hansı əməliyyatı yerinə yetirdiyimi hesablaya bilmir alqoritm. Ona görə bunu seçməliyəm. Ondan sonra gəlməliyəm işləməyə. Ondan sonra tonu seçdim. İkinci nöqtədə bu şəkildə işləyir. İkinci nöqtəyə klik edəcəm, o da yəni eyni interfeysdir. Burada da yəni həmin tonu tutmağım üçündür. Ha, bu şəkildə. Ha, məsələn, oldu liner gradient. Üçüncü rəng necə atılır? Mausu gətirəm qırağa, belə qırağa üstünə yox ha. Mouse gətirəm bu fiqurun interfeysin qırağına. Bax plus işarəsi yaranır. Plus işarəsi yarandığı zaman hara istəsəm klikləyirəm bir dəfə, plus işarəsi yarana. Üçüncü nöqtə düşür. Axırıncı rəngim nə idisə o rəng düşür, ona görə görsənmir. Təzədən üçüncü nöqtəyə klikləyirəm və buradan interfeysi dəyişirəm. Rəngi dəyişirəm və rəng dəyişir. Amma baxın, bu rəng doğru bir rəng deyil. Belə cızmaq xətt kimi rəng düşməməlidir qradiyentdə. O böyük bir kobud səhvdir. Axıcı olmalıdır. Yəni itməlidir. Onun rəngi elə verməlisiniz ki, itməlidir. Bunlar səhvdir. Yəni, bu məsələ doğrudur. Yəni soft getməlidir. Axıcı getməlidir. O zaman rəngi doğru seçmiş olur. Bu səhvdir. Bu səhvdir. Bu rəngin özü səhvdir. Bu kobuddur, səhvdir. Belə bir də sərt bir xətt var burada. Bu artıq səhvdir. Onu itirtmək lazımdır. Məsəl üçün. Bu rəngləri vermək üzrə idi. Rəng detallarının seçilməsi üzrə idi. Bu hissə isə bucaq hissəsidir. Bura bastığınız zaman, üç bucağa bastığınız zaman bucağı dəyişə bilirsiniz. 120 dərəcəli bir rəng dəyişimi baş verdi. Buradan bucağı istədiyiniz kimi dəyişə bilərsiniz. 30 dərəcə eləyə bilərsiniz. İstəsəz də əllə yazıb 33 dərəcə falan eləyə bilərsiniz. 66 zat falan. Rənglər, bucaqlar dəyişir. Bu isə rəngin yayılmasıdır. Rəngin hardan hara yayılması tənzimlənir. Sərt xəttləri bu şəkildə də itirə bilərsiniz. Bunlar buradakıların, belə qırıq nöqtələrin rəngini oynadaraq və yaxud da nöqtənin özünü oynadaraq, nöqtənin özünü oynatmaq olur. Bu rəngin hardan hara yayılmasıdır. Location-udur. Nöqtənin location. İstəsə buradan əllə dəyişə bilərsiniz, rəqəmlə. İstəsəz bu nöqtələri tərpədərək dəyişə bilərsiniz. Məsələn üçün, səhvən 4-cü nöqtəni atdım. Nöqtəni seçirəm. Burada zibil qutusu işarəsi var. Bir dəfə klikləyirəm, dəyişir. Delete basanda bəzən olur, background silinir. Ona görə zibil qutusuna basmaq lazımdır. Bunları hamısı belə dəyişdirmək olur və tərk etmək olur. Bu isə yer dəyişmədir. Buradakı rənglər bura köçürülür. Buradakı rənglər isə bura köçürülür. Bu düyməyə bastığınız zaman. Gördünüz, yer dəyişmə oldu. Bu şəkildə dəyişdirə bilirsiniz. Bu isə opacity-dir. Nöqtə, hansı nöqtənin opacity-sini dəyişmək istəyirsə, o nöqtəni seçirsiniz. 10% bir şəkildə və transparent yarandı. Buraya gətirib bir dənə şəkil qoysam arxaya. Gəlin bir dənə şəkil qoyaq. Məsəl üçün, götürdüm bu şəkli. Keyfiyyətlisi olsun da. Kopyaladım. Gətirdim, Ctrl-V elədim.
Böyütdüm. Sağ düyməni bastım. Arrange bölməsindən send to back eləyib arxaya atıram. Gördünüz? Və üstdəki Hmm. background sesində gradient seçilir. Bunu opacity-sini burada azaltdığım üçün rəngin bir hissəsi itib transparent yaranır. İndi bunun nöqtəni seçib təzədən opacity-ni 100% eləsəm üstünə rəng düşəcək. Gördünüz? Bunun Evet. opacity-sini azaltdığım zaman sadəcə belə bir maraqlı bir arxa plandakı detal da üzə çıxmış olur və ortaya maraqlı vizual çıxır. Yəni, İstəmirəm bu qıraqlar görsənsin. Belə bir qara qıraqlar şəkillərdən, bu səhifədən qırağa çıxan detallar istəmirəm görsənsin. Nə edirəm? View və trim view eləyirəm və görsənmir. Və ortaya belə maraqlı bir vizual çıxmış olur. Hansı ki, burada belə rəng yayılır. Yəni, qradiyentin bir tərəfdən də yəni işlətmə mexanizması budur. Yəni təkcə background üçün deyil, həm də maraqlı bir vizualları hazırlamaq üçün də istifadə edilir. Mən bunu zaryadkaya qoyum. Tamam. Okay. İndi bu şəkili yığışdırmaq üçün layer bölməsinə gəlirəm. Balaca üçbucağı bastığım zaman layerlarım buradadır. Və şəkil də buradadır. Şəkli seçirəm. Bir dənə delete düyməsindən basıram. Şəkil getdi. Background seçirəm. Baxın, gradientim açılmadı. Gəlirəm, işarəsi budur. Ya da Windows-dan. Gradientə basıram. İnterfeysim açılır. Və belə bir itmələr ola bilir. İndi bunu təzədən 100% edirəm. Liner'ı başa düşdünüz? Bəli. Və bu şəkildə rahatdır. Liner'ın interfeysi bu şəkildədir. İndi Radial. Radial daha rahatdır. Məsələn, Liner'da 4 dənə filan rəng, 5 dənə rəng, filan rəng vermək olar. Amma Radial'ı seçdiyim zaman Radial 2 rəngdən işləmək tövsiyə olunur. Niyə? Belə qəribə rənglər əldə edilməsin. Məsələn, bax, bu ortadakini seçirəm, silirəm. Belə bir şey çıxdı. Yenə eyni Liner'dakı interfeysdir. Eyni şeydir. Bu yer dəyişməyə bastığım zaman rənglər belə dəyişir. Amma Radial bir-birinə yaxın olan rəngləri sevir. Məsələn, mora yaxın rəng. Tutaq ki, yox. HSP-yə keçək. HSP-də daha rahat tapacaq. Bunu oynadırıq. Və məsələn, bax, budur. Və bu oldu doğru Radial. Yəni, elə bilin ki, belə qapalı rəngdən açıq rəngə doğru gedir. Eyni rəng tonunun. Bunun tərsinəsi belə olacaq. Bu da doğrudur. Tərsinə gedir. Yəni radial səliqəli şəkildə radiallar bu şəkildə verilir, yəni. Yenə də interfeysi eynidir. Nöqtənin üzərinə 2 dəfə bastığım zaman yenə həmin interfeys pəncərəsi açılır. Liner'da kimi. Yəni buradan hazır rənglər seçmək, ya pipetkadan hazır rənglərlə işləmək. Və bu şəkildə biz backgroundumuza radial əldə edirik və yenə eyni qaydada nöqtəni seçib opacity-sini azaltmaq, nöqtəni tərpətmək və bu şəkildə. Ə, yenə bucağımız var, amma bu bucaq dəyişmir burada. Niyə dəyişmir? Çünki dairədir, 360 dərəcədir. Bunu dəyişdiriləndə forma dəyişməyəcək. Yerində fırlanır. Ona görə də bunun aspektini dəyişdirilir. Relation hissəsi dəyişdirilir. 100% yox. Və 60 eləyəndə artıq ondan sonra bucağa gəlib dəyişdiyimiz zaman dəyişəcək. Çünki yup-yumru da, yəni nə qədər fırlatsan da fırlanır, eyni şey olur. Amma burada relation dəyişdiyi zaman, faizin dəyişdiyi zaman bucaq hissəsi dəyişir. Və yenə də bunun yayılmasını filan bu şəkildə formasını radial kimi vermək olur. Vacib deyil ümumi belə yumru olsun. Bu şəkildə ellipsvari bir tərzdə də radialınızı verə bilərsiniz. Qalan interfeys də eyni dərəcədə radial kimi. Buracan bir sualınız var liner radial baxımından. Hələ ki yox. Əla, super. Üçüncü rəng freeform gradientdir. Bu artıq fərqlidir. Freeformu üçüncünü seçən kimi ortaya belə bir rənglər çıxır. Burada points və lines var. Points seçirəm, nöqtə bə nöqtə işləmək üçündür. Məsəl üçün, bu nöqtəni seçirəm.
Ya istəyirsiniz bu nöqtənin üstünə 2 dəfə basın. Həmin bu məşhur pəncərə açılır. Həmin bu məşhur pəncərə ilə işləyin. Siz belə işləyin. Həmin o liner radialda olan. Hə, istəyirsiniz. Ben indi çıxdım. Selection tool seçdim. İndi hal-hazırda backgroundda nöqtələr itdi. Freeform gradient nöqtələr itdi. Bunu necə geri qaytara bilərəm? Freeform'u seçirəm. Burada edit gradient var. Edit gradient basan kimi nöqtələr çıxır. Hı Hə, hı. siz bu iki dəfə basın buna o şəkildə işləyin interfeysdən. İstəyirsiniz bir dəfə nöqtəni klikləyin. Gəlin filin üstünə. Və burada nöqtənin rəngini seçin. Rəng dəyişir. Nöqtəni seçin. Gəls bura. Rəngi dəyişirsiniz. Nöqtəni seçirsiniz. Gəlirsiniz bura. Rəng dəyişir. Və bu nöqtəni də oynatmaq olur. Basıb saxlayırsınız nöqtəni mausla və oynadaraq hardan hara o nöqtənin rənginin yayılmasını istəyirsiniz. Heç vaxt iki nöqtəni bir-birinə yaxın gətirməyin. Bu səhv rəng vermiş olur. Aralı olmalıdır. Bu şəkillərdə istədiyiniz kimi belə oynadaraq maraqlı bir işıqlı qradiyent rəngi əldə etmiş olursunuz. Əlavə nöqtə istəyirsiniz, boşluğa mausu aparırsınız, nöqtənin üstünə yox. Boşluğa aparırsınız, hara nöqtə atmaq istəyirsinizsə, plus işarəsi özü avtomatik yaranır. Bir dəfə klikləyirsiniz, rəng düşür, axırıncı rəng nədirsə o düşür. Bir dəfə də o nöqtənin üstünə klikləyirsiniz, gəlirsiniz oradan da rəngi dəyişirsiniz. Məsəl üçün, xoşunuza gəlmədi, təzədən dəyişirsiniz. Bu şəkildə də rəngləri belə istəmirsiniz çox parlaq düşsün, background-ı qırağına aparırsınız, qırağdan görsənmiş. Yenə də nöqtəni seçib hansının opasitəsini azaltmaq istəyirsinizsə, nöqtəni seçirsiniz, opasitəsini azaldırsınız. Bu isə sprite-dir. Bu nə deməkdir? Nöqtəni seçirəm, faizini dəyişirəm, yayılması. Rəngin yayılması. Yəni nöqtə yerində qalır. Nöqtə yerində qalaraq sprite-la həmin nöqtənin rənginin yaya bilirsiniz. 0% standart olur. Və yaxud nöqtəni tərpədərək yaya bilərsiniz. Burada fərq sadəcə budur. Birində nöqtə tərpənir, rəng yayılır. Eyni şeydir əslində. Ya da nöqtəni tərpətmədən sprite-ı, yəni rəngin yayılmasını eləyə bilərsiniz. Preference maraqlıdır və günümüzün nəbzində hal-hazırda çox istifadə edilir bu tipli backgroundlar. Çünki çox maraqlı bir rənglər vermək olur. Freeform gradient yazaraq da nümunələrə baxa bilərsiniz. Bu points olaraq işləmək üçündür. Yəni nöqtə-bə-nöqtə işləyir. Çox yerindən tərpənmədən də işlənilə bilir bir rəngdir. Amma lines hissəsi curve tool kimi işləyir. Baxın, bu nöqtəni seçdim və xətt yaranır, görürsünüz. Curve tool kimi çəkərək rəng yaranır. Sonra bu xəttdən yox eləmək istəyirəmsə, escape düyməsinə basıram, yox olunur. Nöqtələrim var. Həmin o nöqtələri seçib, yenidən eyni qayda ilə rəngi dəyişirəm. Sadəcə curve tool kimi çəkmək üçündür. Fərq sadəcə bundan ibarətdir. Və nöqtələri seçirəm. Rəngləri dəyişirəm bu şəkildə. Nöqtə seçdim. Rəng dəyişdim. Nöqtə seçdim. Rəng dəyişir. Bunu seçirəm selection tool'u və boşluğu basıram. Ortaya belə bir background çıxmış olur. Yəni lines ilə points arasındakı fərq sadəcə bundan ibarətdir. Biri nöqtə-bə-nöqtə işləmək üçündür. Digəri isə curve tool kimi, fiqur kimi çəkmək üçün istifadə edilir. Təzədən bunu edit eləmək istəyirəmsə, background seçirəm, edit gradient, qaldığım yerdən davam edə bilirəm. Hansısa bir nöqtəni silmək istəyirəm, məsələn, bu nöqtəni seçirəm, zibil qutusu işarəsi var. Basıram, nöqtə silinir. Seçirəm, zibil qutusuna basıram, rəng silinir. Və bu rəngi də tərpətmək olur. Curve tool kimi tərpədərək, curve tool necə tərpədirsə, bu nöqtələri tərpədərək ortaya maraqlı rəng fiqurundan ibarət bir freeform gradiyenti əldə edə bilirsiniz.
Maraqlı bir detal çıxır. Gördünüz? Bəli. Rahatdır yəni. Bu üç növ. Məsələn, bu qradiyentlər harda istifadə edilir? Ə, Loqolarda istifadə edilmir. Loqo təqdimatlarında istifadə edilə bilər uzağı, amma ən çox istifadə edilir sosial media postlarında və belə bir yerlərdə istifadə edilə bilir. Görürsə, arxada qradiyentdir. Hmm. Backgrounddur, arxada qradiyentdir. Ya burada arxada qradiyentdir. Bunlar da görürsüz, arxada qradiyentdir. Bu indi dördüncü tərz vasitəsilə hazırlanılır bu. Freeform qradiyentdən bunu bu rahat şəkildə hazırlamaq olmur. Freeform qradiyent daha çox belə tonları əldə etmək üçündür. Peşəkar şəkildə işləmək üçünsə biraz sadəcə davamlı işləyərək əl öyrəşdirmək olur. Görürsüz, belə sadə bir şeylər. Ən gözəl qradiyent rəngləri rənglər az verildiyi zaman olur. Rəngləri Hmm. çox versəz, qarmaqarışıq olur, həftəbəcər olur. Nə qədər az rənglərlə işləsəz və uyumlu rənglərlə işləsəz, bir o qədər daha maraqlı olmuş olur. Və bunun üçün color.adobe.com-dan istifadə eləyin. İlk dərsdə demişdimsə. Hı Bura hı. məsələn gəldik. İndi bu rəng kodu ilə necə işləyə bilərik? Həm tək rəngə aiddir, həm də qradiyentlər də aiddir. Gəlirəm Explore hissəsinə. Gəldim bura. İstəyirəm bura istədiyiniz bir mövzunu yaza bilərsiniz, ona uyğun rəng verəcək. Və yaxud da ki, buradan seçə bilərsiniz. Məsəl üçün, buradakı rənglər bir-birinə uyumludur. Kopyaladım. Bir dəfə klik elədim, kopyalandı. Gəldim bura. Edit gradient. Nöqtə çoxdur. Silirəm bu nöqtələrin bəzilərini. Nöqtə az da çoxdur və bu narahat eləyir bizi. Yaxşı, belə bir şey tak eləyək. Bunu da seçək. Okey. Bu nöqtəni seçdim. Gəldim bura. Rəng kodu buradadır. Kodu ki kopyalamışdı. Bu o deməkdir artıq Ctrl+C eləyib bizim yerimizə. Hı hı. Yəni Ctrl+V rəng kod dəyişdi, görürsüz? Okey eləyirəm. Rəng dəyişdi. Gördünüz? Oradakı rəng. Buradakı rəng düşdü ora. Bunu kopyalayıram. Gəldim illüstratora. Nöqtə, bu nöqtəni escape basıram. Bu nöqtəni seçirəm. Gəlirəm, iki dəfə klikləyirəm. Pəncərəm açıldı. Bu hissəyə. Lap bunu belə silirəm. Ctrl+V eləyirəm. Oradakı rəng kodu düşdü. OK eləyirəm, rəng düşdü. Gəlirəm bu nöqtəyə. İndi mənim maraq olan buradakı rəngləri istifadə eləyərək, yəni background hazırlamaqdır. Görə necə görsənəcək. Ctrl+V. OK, düşdü. Gəldim bura. Seçdim. Yerlərinə görə dəyişir ha, yəni yerləri dəyişdirsəz daha fərqli bir şey alına biləcək. Seçdim bunu. Ctrl+V. Düşdü bu rəng. Bunu götürdüm. Gəldim bura. Və burada belə sərt şəkildə belə partlayıb. Bu səhvdir. Bunu seçdim. Gəldim. Ctrl+V. Dəyişdi. Seçdim bu nöqtəni. Məsələn, burada artıq eləyib. Buna uyumlu rəng. Və yaxud da bunu silə bilərik. Sildim. Bunu da silə bilərik. Böyle rəng sildim. Oradan istifadə elədiyim rənglərdən, yəni buradan istifadə elədiyim rənglərdən ortaya belə bir rəng çıxdı. Background. Bunun indi yerlərini başqa cür ata bilərdim nöqtələrini. Edit gradient edirəm. Bu nöqtələr yerlərini dəyişə bilərəm. Bunu məsəl üçün bura apara bilərəm. Ha, burada belə bir dənə artıq var ki. Bunu sildik. Hə, bu belə çıxdı. Hı. Bu şəkildə nöqtələr belə tərpədirəm və Ctrl+Z fərqli bir bu havada çıxmış olur. İlk dəfədən o nöqtəni götürmür. Belə çıxmağa başladı. Söz yerlərini dəyişdirdikcə fərqli tərzdə də çıxır. Görürsünüz, background qırağına apardığım zaman partlamır rəng. Amma biraz bir növ şey hissəsi, rəngin yayılması çoxalır da. Mən o nöqtəni ortalara, qıraqlara apardığım zaman. Yəni bu saytdan da istifadə eləyərək
Yəni, məsələn, bu şəklə əsasən bu rəngləri verir. Bu şəkildə rənglər uyumludur və bu rənglərin uyumlu olduğunu hesab eləyir. Və ona görə məsələn qradiyentlərdə qarışdırmaq istəyəndə nə isə bu rənglərdən istifadə edə bilərsiniz. Yəni ümumiyyətlə gəlib Color.adobe-dan götürərək rəng qarışımını istifadə edə bilərsiniz. Sonra ən yaxşısı da nümunələrə baxaq. Freeform üzrə işləyirsə, Freeform gradient yazın və çıxır. Baxın görün, yəni nə rənglər bir-birinə qarışdırılır, hardan hara nə rəng verilir. Fiqurları da vermək olur ha. Məsəl üçün fiqurlar eyni şeydir, yəni background-da necə vermişəmsə, gəlib bir fiqur çəkə bilərəm. Gradient seçirəm. Freeform-da vermək istəyirəmsə, freeform-u seçirəm və freeform-u verməyə başlayıram. Eyni şeydir. Points-lə işləmək istəyirsə, points seçirsiniz. Nöqtəni tərəfirsiniz. Nöqtəni seçirsiniz, gəlirsiniz rəngi dəyişir. Yəni eyni qaydadır. Böyük background-da verdiniz və yaxud da kurve tool-la nəsə çəkdiniz, verdiniz və yaxud da üçbucaqla nəsə çəkdiniz, verdiniz, dairə ilə. Eyni qayda ilə getmiş olur. Yəni böyük background necə verdinizsə, balaca fiqura və yaxud da kurve tool-la çəkdiyinizdə də eyni qayda ilə vermiş olursunuz qradientinizi. Aydındır? Yəni tək rəng necə? Bu deyil. Hı Başa hı. düşdünüz? Hı hı. Okay. İndi 5-10 dəqiqə fasilə eləyək. Bu videonu da sizə atım. Ondan sonra bu toolu, mesh toolu. Hansı ki, sırf fiqura, rəngi fiqura salan dördüncü tərz qradiyenti sizə göstərəcəm. Hı. Sualınız var nəsə? Hələ ki yoxdur. İyi, tamam. İstəyəndə olacaq. Okay, tamam. O zaman fasilə eləyin, videonu da göndərirəm sizə. Hı hı.